Salam. Bugün imtahan tipli növbəti bir suala baxacağıq. Qayıq çayın axını ilə 12 kilometr, axına qarşı isə 8 kilometr gedərək bütün yola 1 saat vaxt sərf etdi. Çayın axın sürəti 4 kilometr bölünsün saat olarsa, qayığın durğun sudakı sürətini tapın. İlk növbədə yazırıq. Axınla 12 kilometr yol gedib və bunu bilirik ki, axınla getdiyinə görə sürətlər toplanır, yəni qayığın sürəti üzərinə gəlsin çayın sürəti. Burada çayın sürəti 4 kilometr bölünsün saat olduğundan və qayığın sürəti üzərinə gəlsin 4 olar. Axına qarşı isə 8 kilometr yol gedib. Burada da V qayığın sürəti çıxılsın və çayın sürəti əks istiqamətli hərəkətlər olduğundan sürətlər çıxılır. Buradan da qayıq çıxılsın 4 olar. Və bütün yola ümumi zaman T bərabərdir 1 saat vaxt sərf edib. Sürət düsturuna görə S bərabərdir V vurulsun T yol düsturuna. Buradan da T bərabərdir S bölünsün V. Bizdə də 12 kilometri V qayığın sürəti üzərinə gəlsin 4 sürəti ilə gedib. Növbəti zamanda 8 kilometr bölünsün V qayığın sürəti çıxılsın 4 sürəti ilə gedir. Və bunlar toplanıb cəmi 1 saata bu hərəkət başa çatıb. Hər tərəfi məxrəclərə vururuq, 12 vurulsun. Mötərizələri açırıq. Qoşmaların hasili olduğundan 16 olar. Kvadrat tənliyə gətiririk V qayığın sürəti kvadrat. V qayığın sürəti mötərizə xaricdən çıxardırıq. V qayıq bərabərdir 0. Ya V qayıq bərabərdir 20 olar. Düzgün cavab burada 20-dir. Məsələnin şərtinə görə qayığın sürəti 0 ola bilməz.